Herkese salam. Kanalıma və yeni videoma hər biriniz xoş gəlib, səfalar gətirmisiniz. Buralara baxanda adam elə gəlir ki, yaz gəlib. Ancaq bura baxanda isə bilirsən ki, hələ qışın başlanğıcıdır. Odun yandırdığımız üçün və hava soyuq olduğu üçün durmadan odun qurtarır. Yəni gündə ən az bir dəfə buradan gəlib odun aparmaq lazım olur. Yoldaşım işdə olanda da məcburən mən gəlib bu işi görməli oluram. Elə ona görə də arabanı götürdüm, gəldim odun aparmağa. Bura gəlmişkən sizə cücələrimizi də göstərim. Burada bizim kürtümüzün cücələri var. Bu tərəfi yəqin ki sizə heç göstərməmişəm. İnşallah bir dəfə göstərərəm buraları. Əslində o ev videosunda görünən köhnə ev bir tərəfi də buradır. İndi kürtü göstərmişsən. Bu gözəllərə baxın. Hamısı qapqaradır balaların. Belə. Getdi indi odunu aparaq gedək. Buradan gün çıxıb amma qəşəng soyuq hava var. Bu da mənim odunum. Buradan da çıxdım evə, peçi yandırmağa. Bura digər otağın peçidir. Ona görə oturduğumuz otaqdakı peçdən sadəcə köz gətirdim, qoydum bura. Üstünə də odun üzüb peçi yandırdım. Əvvəllər sadəcə bir otağın peçini yandırıb qapısını açıq qoyurduq. Bütün otaqlar isinirdi. İndi isə iki otağın da peçi yanmasa evi isitmək mümkün deyil. Çünki havalar xeyli soyuyub və artıq yağışlar yağır. Giriş hissədə olan saatın batareykası qurtarmışdı. Ona görə saat dayanmışdı. Çıxartdım ki, onu da taxım. Axır vaxtlar ancaq bura baxıram, çaşıram. Yəni daha doğrusu saat dayanandan sonra başqa vaxtlar saata baxmayan mən ötüb keçib bu saata baxıram və çaşıram saatın neçə olduğunu. Və batareyka almamıza baxmayaraq bir neçə gündür ki, onu ora taxıb bunu düzəldən yox idi. Axır dedim ki, elə həm çəkim, həm də saatın daşını taxmış olum. Üstü də silinməli idi, ara yerdə təmizlik işi də həll olundu. Oradan da keçdim, içəridə otaqda yuyulub qoymuş paltarları qatlayıb yerinə yığmağa. Burada həmişə paltar olur, çünki bizdə nə yuyulacaq, nə də qatlanacaq paltar bitmir ki, bitmir. Yoldaşımın paltarlarını isə götürmədim, çünki gedəcək yeri var idi. Birazdan gəlib elə bu paltarları geyinəcəkdi. İstəyirəm bunların içərisini yağışdıram. Qarışıb burada aləm bir-birinə. Əvvəlcə sirmənin içərisində olan hər şeyi çölə çıxarmaqla başladım. Burada əslində az görünürdü, amma o qədər qarma-qarışıqlıq, o qədər dəxilsiz şeylər var idi ki, hər şeyi demək olar uşağın əlindən alıb haralarasa belə yerlərə qoyuram. Artıq əslində buralara da əl çatır. Əl çatmayan yerlərə də ayağının altına gətirib stol qoyur, onun üstünə çıxır. Ancaq bəzi xanımlar var, körpə uşaqlı olmaqlarına baxmayaraq hər şeyləri yeri-yerində elə səliqəli qalır ki, düzü həsəd aparıram belə xanımlara. Yəni mən uşağın əlindən heç nə demək olar ki, öz yerində saxlaya bilmirəm.
hansısa şeyləri götürürəm, harasa qoyuram və sonra özüm axtara-axtara qalıram və yaxud da bax beləcə dağınıqlıq olur. Yəni bir şeyi götürürəm, üst-üstə hara gəldi, belə deyim, doldururam. Və nəticədə belə bir şey alınır. Və qızlar, əgər videomu bura qədər izləmisinizsə, mənə abunə olsanız, dəstəkləsəniz çox-çox sevinərəm. Yəni sizin üçün sadəcə bir hərəkət ola bilər, mənim üçünsə çox önəmlidir həqiqətən. Çünki bu məni çox motivasiya eləyir. Hər bir izləyicilərimin xoş rəyi gəldikdə, izləyicilərin sayını artdığını gördükdə, sizin gözəl fikirlərinizi oxuduqda özümü çox-çox yaxşı hiss edirəm, çox motivasiya gəlir mənə. Çünki həqiqətən də mən bu kanalı açanda bu qədər irəli gedəcəyimi düşünməzdim. Və hətta mənə bəzən o qədər gözəl rəylər, gözəl sözlər gəlir ki, yəni özümə belə təəccüb edirəm ki, necə ola bilər ki, sadəcə videodan görməklə insanlar məni belə sevə bilərlər, videolarıma belə hörmətlə gözəl rəylər yaza bilərlər. Çox sağ olun hörmətiniz üçün, çox sağ olun sevginiz üçün. Belə yığışdırdım qəşəngcə. Burada da bunlar atılacaq. Bunlar da gedir anı qutusuna. Burada uşaqların anı qutusu var. Burada hər şeyin ilkini saxlayıram. Məsələn, böyük oğlumun ilk oyuncağı. Bu xəstəxanadakı soskası, bu son soskası, son istifadə elədiyi. Xəstəxana çıxışı olan paltarının bantiki. Bu kiçik oğlumun qolundakı qolbağı xəstəxanada. Bu oğlumun soskasının ipi. Bu şirniyyatı. Şirniyyat deyəndə, yəni nə deyirlər? Uşaq olandan sonra kəsilən qənd ondandır. Bu ilk saçıdır, saxlanılır. İlk paltarı, kiçik oğlumun ilk paltarı. Bu gül. Mənə ilk dəfə verdiyi gül oğlumun. Burada çox şey var. Şəkilləri. Bu şəkli. Dopplerdə olan şəkil falan. Belə şeyləri saxlayıram hər şeyi. İndi bunlar da gedir bura. Bunlar da kiçik oğluma ait şeylərdir. Belə. Evin hər tərəfi oğlumun oynamadığı, heç üzünə belə baxmadığı oyuncaqlarla doludur. Mən gündə bunları 10 dəfə bəlkə də aparıb yerinə yığıram. Oğlum isə mən aparıb yerinə yığan kimi yenidən qaytarıb evə tökür. Blogerlərin bərbəzəkli yolkalarının yanında bizim yolkamızın ortama girişi deyib susmaq istəyərdim, amma susmuram. Çünki yolkamız balaca olsa da oğlumun sevinci və xoşbəxtliyi çox böyük oldu. Elə əsas olan da yolkanın gözəlliyi, böyüklüyü deyil, sevincin, xoşbəxtliyin böyüklüyüdür. Belə balamın balaca yolkasıdır. Elə? Hə. Necə çağırırsan Şaxta baban? Şaxta baba o qapıdan gəldi. Sən nələr çağıracaqsan? Sən çağır baxım gör çağıra bilirsən sən. Şaxta baba. Şaxta baba qaçma deyə. Qaçma deyə. Şaxta baba qaçmır ki balam. Sənə böyük yolka alaq gələn. Ha. Taxım. Gəl gedək. Yolkaya taxım var. Gəl ora qoyaq taxaq. Gəl. Gəl. Və bu da bizim yolkamız. Ümidvaram ki, yeni ilə qədər sağ-salamat qalar. Sonra keçdim mətbəxə. Gördüm ki, mətbəxin vəziyyəti bu haldadır. Ona görə düşündüm ki, telefonu qoyum yerə. Və belə mətbəx oldu, tərtəmiz, səliqəli. Kəşke sadəcə telefonu yerə qoymaqla hər şey belə rahat həll olunardı. Bugünkü vlogu da burada yekunlaşdırıram əziz xanımlar. Xanımlar deyirəm, yəqin ki, məni izləyən elə ancaq xanımlar olar. Əgər videomu bura qədər izlədinizsə, bəyəndinizsə, videoya bir like atmağı,
Əgər ürəyinizdən keçirsə yorum yazmağı və kanala abunə olmağı unutmayın. Sizləri çox sevirəm. Yaxşı ki varsınız. Hələlik.